Tovuz rayon Zəyəm Tibb Mərkəzinin nüfuzlu və peşəkar həkimi, insanların sağlamlığının keşiyində duran vicdanlı terapevt Arif Əzizovu 8 noyabr Şanlı Zəfər günü münasibətilə ürəkdən təbrik edirik. Bugün bizim üçün sadəcə bir tarix deyil. Bugün mübarizliyimizin, həmrəyliyimizin, vətən sevgimizin, xalqımızın sarsılmaz birliyinin rəmzidir. 8 noyabr Zəfər günü Azərbaycan xalqının qürur mənbəyidir. Məhz bu qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, üç rəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda yenidən ucaldı. Belə taleyə yüklü günlərdə cəmiyyətin hər bir sahəsində çalışan insanların əməyinin də xüsusi yeri vardı. Arif həkim kimi peşəsinə sədaqətlə yanaşan, xəstələrinə böyük diqqət və qayğı ilə yanaşan tibb işçiləri xalqımızın sağlamlığına xidmət edərək öz səngərində şərəflə dayanırlar. Həkim olmaq hər gün həyatla ölüm arasında seçim edən insan taleyinin ən həssas məqamında onun yanında duran bir peşədir. Arif Əzizov illərlə göstərdiyi fədakar xidmət, səbirli, etik davranış və peşə biliyi ilə həm kollektivin, həm də xəstə və ailələrinin böyük hörmətini qazanmışdır. Bu əziz və qürur dolu gündə Arif həkimə can sağlığı, uzun ömür, ailə saadəti və peşə fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy Zəfər gününün sevinci onun həyatına daim ruzi bərəkət, işinə isə hər zaman müvəffəqiyyət gətirsin. Zəfər günümüz mübarək.